Hamı eləyir, mən də eləsəm nə olacaq ki? Bu düşüncə bir çox insanın tələyə düşdüyü ən təhlükəli yanaşmalardan biridir. Bəs bir sual verək özümüzə, çox adamın etdiyi hər şey doğrudurmu? Tarixə baxsaq, görərik ki, insanların kütləvi şəkildə səhv etdiyi saysız nümunələr var, bir çox faciələr, yanlış qərarlar, itirilmiş həyat yolları məhz hamı belə edir düşüncəsinin nəticəsi olub. Ətrafındakı insanlar zərərli vərdişlərə qurşanırsa, bu onların həyatlarını yaxşılaşdırırmı? Bunu açıq şəkildə görə bilirik: asılılıqlar, peşmanlıqlar, itirilmiş sağlamlıq, pozulmuş münasibətlər. Bəs niyə onların səhvini təkrarlayasan? Əgər bir gün hər kəs uçurumdan tullanmağa qərar versə, sən də gözün bağlı gedəcəksən. Əlbəttə ki, yox. Sağlam düşüncəyə sahib insan üçün çoxluğun nə etdiyi deyil, onun özü üçün nəyin doğru olduğu önəmlidir. Çünki sonda həyatının məsuliyyətini sən daşıyacaqsan, başqaları yox. Bu dünyada fərq yaradan insanlar heç vaxt hamı belə edir deyə düşünməyənlər olub. Onlar öz ağlı ilə, öz seçimi ilə hərəkət edənlərdir. Həqiqi güc, cəsarət və liderlik də buradan başlayır. Lazım gəldikdə kütlənin əksinə getməkdən çəkinməməkdən. Unutma, çoxluğun arxasınca getmək asandır. Çünki orada düşünmək, qərar vermək, risk almaq lazım deyil. Sadəcə axına qoşulursan. Amma əgər həyatında fərq yaratmaq istəyirsənsə, öz yolunu seçməkdən qorxmamalısan. Sən kimsən? Öz həyatının rəhbəri, yoxsa sadəcə başqalarının seçimini təkrarlayan biri? Seçim indi sənin əlindədir. Ya ayıq olub doğru yolu seçəcəksən, ya da axının içində itib gedəcəksən.